Bodrumda qaldığımız otel haqqında gəlin sizləri məlumatlandırım və gəzdirim. Otelimizin adı da Duja Bodrumdur və bizim otelimizdə limitsiz və ödənişsiz Starbucks var. Olar ki, kofelər Starbucks'ın originalı ilə də eyni idi, bəzi soyuq içkilər biraz fərqlənirdi. Starbucks'ı çox sevdiyim üçün bu mənim üçün əla oldu. Gördüyünüz hissədə çöldə 3 mərtəbəli lift var idi. Ən sonuncu mərtəbə dəniz, birinci mərtəbə havuz, ikinci mərtəbə açıq bufet və lobi idi. Çimərlik hissəsi həm çox gözəl, həm də ki çox qəşəng idi. Dənizə də çox yaxın idi, düşüb üzə də bilərsiniz. Dənizdən biraz yuxarıda isə belə bir çimərlik hissəsi də var idi ki, orada da ola bilərsiniz. 40 böyüklər üçün havuz və uşaqlar üçün havuz və akvapark da var. Çimərliyin yanında Algidanın dondurmaları, havuz hissəsində isə belə top dondurmalar var idi ki, ancaq tez tükənirlər. Xüsusən də limonlu dondurma əla idi və saat 7-dən sonra uşaqlar üçün belə əyləncə aparatları da var idi ki, hər biri ödənişli idi. Çimərlik mərtəbəsində də yemək üçün belə bir sahə var ki, fast food, dönər falan sifariş edə bilərsiniz. Bu isə daha yuxarı mərtəbə havuz mərtəbəsidir. Burada da həmçinin fast food sifariş edə bilərsiniz. Atışdırmalıqlar. Menyudan istədiyinizi sifariş edirsiniz. Səhv etmirəmsə saat 2-dən saat 4-ə kimi işləyir. Demək olar ki, hər mərtəbədə də içəcək aparatlarının və pool, beach bar hər birinin olması da çox yaxşıdır. Əvvəl getdiyim otellərdə görmədiyim çərəzlərin də bu oteldə içkilərin yanında verilməsini çox sevdim.